İrəvan ziyalıları haqqında kitab yazmışdır. Viktor Hugo və Voltaire haqqında ilk kitabı Azərbaycanda məhz Əsgər Zeynalov yazmışdır. Avstraliyada da onun əsərləri dərc olunubdur, orada da yayılıbdır. Yenə də bu da elə Əsgər Zeynalovun ümumiyyətlə yaradıcılığını görürsünüz. Hindistandan Avstraliyaya qədər, Moskva, Sankt-Peterburqdan tutmuş Amerika Birləşmiş Ştatlarına qədər, Kanadada onun kitabları dərc olunub. Yəni bunların hamısını mən sizə deyim ki, müqayisə etsək Azərbaycanın digər alimləri ilə, bu həm də elə bundan əlavə Azərbaycan Jurnalistlər Birliyinin, bir də Yazıçılar Birliyinin üzvüdür. Yəni bunları götürüb də müqayisə edəndə Əsgər Zeynalovla bərabər bu sahədə ətraflı onun iştirak etdiyi bu strukturlarla bağlı ikinci bir adam tapmaq çətin olar. Özü də dilçi olduğu üçün, özü fransız dilini öyrəndiyi, bildiyi üçün əsərlərinin tərcüməsinə də diqqət yetirmiş və onların hamısının müxtəlif dillərdə, Alman dilində, İngilis dilində, Rus dilində, hətta məndə olan məlumata görə Serbiya dilində də onun əsəri olub və orada dərc olunmuşdur. Bax, bütün bunların hamısı haqqında danışmaq doğrudan da bir insanda məğrurluq hissi doğurur ki, Azərbaycan xalqının belə oğlu var. Gördüyü işləri də təkcə Azərbaycan səviyyəsində yox, eləcə də Avropa və dünya səviyyəsində beynəlxalq aləmə də bunu çatdıra bilmiş. Əsgər Zeynalova mən uzun ömür arzulayıram, istəyirəm ki, o belə, indi də bilirəm ki, şükür hələlik elə sağlamlıq vəziyyətdə yaxşıdır. Bu fəaliyyətini elə bundan sonra da belə uğurla davam etdirsin. İrəvan bizim doğma şəhərimizdir. İrəvan lap qədim dövrlərdən bir Azərbaycan türk şəhəri olaraq, yurdu olaraq məlumdur. Bütün o tarixi detalları ilə, arxeologiyası ilə, orada yaşayan insanları ilə, onların tərcümeyalı ilə Azərbaycana mənsubdursa, deməli, İrəvandan erməni əlini çəkməlidir. Əsgər Zeynalov ki, İrəvan ziyalılarından danışır. Bu da bir arxeologiyadır, bu mənəvi arxeologiyadır. Yəni, bizim mənəvi sərvət kimi o İrəvanı Azərbaycana qaytardı. Bax, bu istiqamətdə gördüyü işlər təbii ki, çox böyük işlərdir, qiymətli işlərdir. Eyni zamanda Əsgər Zeynalov çox gözəl bir dostdur. Əsgər Zeynalovla həm söhbət olmaq, Əsgər Zeynalovla yoldaşlıq eləmək, Əsgər Zeynalovla hər hansı bir məsələ ilə bağlı bir aydınlaşdırma aparmaq, hansısa problemi, məsələni həll eləmək. Bax, o cəhətdən tərcümə halı təmiz və xarakteri çox belə humanist bəşəri olduğuna görə və çox belə dərin milli düşüncə kökləri olduğuna görə Əsgər müəllimlə yoldaşlıq eləmək də adama ləzzət verir. Görürsən ki, sənin qarşında sənə hər dəqiqə sənin söhbətlərinlə belə deyim, həmahəng olmağa çalışan gözəl bir ziyalı var, bir intellektual var, bir təcrübəli adam var. Əsgər müəllimdə təvazökarlıq da var, utancaqlıq da var, amma Əsgər müəllimin həqiqətini sən onun əlindən alamazsan. O həqiqətinin üstündə çox möhkəm dayanan bir şəxsdir və o şəxsiyyət kimi də çox belə mükəmməl bir Azərbaycan. İrəvan Gimnaziyasında müəllimlik, pedaqoji fəaliyyətlə məşğul olub. Firidun bəy Köçərlinin məşhur sözü var. Deyir, İrəvan Azərbaycan şairlərinin, Azərbaycan ədiblərinin, alimlərinin və ruhanilərinin şəhəridir. Bax, həmin o ideyanı əldə əsas tutan Əsgər Zeynalov İrəvanda yetişən Azərbaycan ailələri haqqında mükəmməl məlumatlar verir. Topçubaşovların ailəsi haqqında, Heydər Hüseynovların ailəsi haqqında, Əziz Əliyevlərin ailəsi haqqında, Səid Rüstəmovların ailəsi haqqında, adını çəkmədiyim nə qədər ailələr, ocaqlar haqqında məlumatlar verir. Əsgər Zeynalov həm də bir dilçi kimi,
həm erməni dilini bilən, həm Azərbaycan dilini mükəmməl bilən, həm də fransız dilini mükəmməl bilən bir dilçi kimi Ermənistanda olan toponimlər əsasında Ermənistanda olan Azərbaycan türklərinin tarixini yazır və özünün doğulduğu Zəngibasarı, Zəngi tayfasını bir vətəni hesab eləyir. Necə ki, Zəngilan, Zəngi tayfasının məskunlaşdığı bir ərazidir. Necə ki, Cənubi Azərbaycanda Zəncan, Zəngi tayfasının məskunlaşdığı bir ərazidir. Necə ki, bu ərazinin miqyasını biz Türk dünyasında, Orta Asiyada, digər yerlərdə də axtara bilərik. Həmin o Zəngi tayfasının izi ilə. Və Əsgər Zeynalov yalnız ədəbi müstəvidə yox, həm də tarixi, mədəni müstəvidə özünün keçib gəldiyi o bölgələrin toponimləri əsasında, mədəniyyət abidələri əsasında Azərbaycanın, Qərbi Azərbaycandakı mənəvi varlığı haqqında əsərlər yazır. Və bu əsərlər, dediyim kimi, yalnız Azərbaycanda yox, min şükürlər ki, Rusiyada, Avropanın ayrı-ayrı ölkələrində çap olunur və Əsgər Zeynalova baş ucalığı gətirir. Əsgər Zeynalov bugün özünün 70 yaşını tamam eləyib, 70-dən sonraki dövrünü, özünün müdriklik çağını yaşayır və mən onun xasiyyətinə bir də qayıtmaq istəyirəm. Demək istəyirəm ki, Əsgər Zeynalov xasiyyətcə çox mülayim adamdır. Son dərəcə təmkinli adamdır, son dərəcə təvazökar adamdır. Amma bu təvazökarlığın, bu təmkinin, bu səbrin arxasında böyük prinsipallıq dayanır, böyük vətənpərvərlik eşqi, mücadilə eşqi dayanır. Mən bu eşq yolunda, bu mücadilə yolunda qələm yoldaşımız, dostumuz Əsgər Zeynalova, professor Əsgər Zeynalova möhkəm can sağlığı arzulayıram və getdiyi yolda böyük-böyük uğurlar arzulayıram, yeni-yeni yaracaq uğurlar arzulayıram. Çırpınırdım Karadeniz, bakıp Türk'ün bayrağına, ah ölmeden bir görseydim, düşebilsem toprağına, ah ölmeden bir görseydim, düşebilsem toprağına. Əsgər müəllim Qərbi Azərbaycanlı olaraq bütün həyatını Qərbi Azərbaycan mədəniyyətinin, tarixinin araşdırılmasına həsr eləyibdir. Onun bir kitabı var, İrəvan ziyalıları. Bu kitab Azərbaycan elmi tarixində unikal bir hadisədir və bu kitab İngilis dilinə tərcümə olunub, Rus dilinə tərcümə olunub, Moskvada, Sankt-Peterburgda, Amerikada çap olunub bu kitab. Yəni bütün dünya Əsgər Zeynalovun bu iri həcmli Azərbaycanın mütəfəkkirləri, filosofları, alimləri, demək, digər sahənin alimləri, xüsusilə texniki sahə elmləri, Heydər Hüseynevdən başlamış, Əziz Əliyevdən tutmuş ictimai-siyasi xadimlər hamısı haqqında çox geniş, çox əsaslı elmi mənbələrə əsaslanan materiallar veribdir. Əsgər müəllim bütün bunların hamısını demək Azərbaycan ziyalılarının, böyük alimlərinin şəxsində göstərdi ki, Qərbi Azərbaycandan çıxan İrəvan gimnaziyası, İrəvan məktəbləri haqqında onun bir kitabı var. Çox qiymətli kitabdır. İrəvan yaxınlığındakı Zəngibasar mahalının yuxarı Necir kəndində anadan olmuşam. 1988-ci ildə Qarabağ hadisələrlə əlaqədar, yaranmış vəziyyətlə əlaqədar öz doğma yerimizi tərk etməli olmuşam. O zamanki həmin gün mənim 37 yaşım tam olurdu və Bakıya gəlib bir müddət işsiz qaldım. Ancaq xeyirxah adamların sayəsində xatirləri bitirdiyim Azərbaycan Pedaqoji Xaricilər İnstitutuna işə düzəldim. Laborant, baş laborant, sonra dissertasiyanı müdafiə etdik. Elmi rəhbərlərim, görkəmli alimlər, professor Əməşər elmi xadimi Mirəli Seydov və Temur Əhmədovun rəhbərliyi altında Azərbaycan bayatları Qafqaz regionunda mövzusunda dissertasiyanı müdafiə edib elmlər namizədi adını aldım. Sonra da 2003-cü ildə Fransa ədəbiyyatından Şərq Voltaire'in yaradıcılığı üzrə doktorluq dissertasiyasını müdafiə etdim və uzun illər, 14 il
kafedra müdürü vəzifəsində çalışdım, praktik fransız kafedrasının müdürü 1998-2012-ci ilə qədər 2004-2017-ci illər arasında eyni zamanda Azərbaycan Dillər Universitetinin tələbə elmi cəmiyyətinin sədri olmuşam. 2017-2020-ci illərdə Qafqazşünaslıq kafedrasının müdiri və bu günlərdə isə, hal-hazırda isə Azərbaycan Dillər Universitetinin Fransız dili və mədəniyyəti mərkəzinin müdiriyəm.